Koç bürcü 23 oktyabr 2025-ci il. Bugün yeni başlanğıclar üçün əlverişlidir. İstər işdə, istər şəxsi münasibətlərdə təşəbbüs göstərməkdən çəkinməyin. Bu mütləq xeyirli nəticə verəcək. Təcrübəsi az olan qoçlara isə intuisiya hansı addımı birinci atmalı olduqlarını, necə davranmaq lazım gəldiyini göstərəcək. Faydalı tanışlıqlar, gələcəkdə etibarlı müttəfiqlərə çevriləcək insanlarla görüşlər mümkündür. Onlara xoş təsir bağışlamaq üçün xüsusi səy göstərməyinizə ehtiyac olmayacaq. Siz onsuz da yaxşı təəssürat yaradacaqsınız. Sevdiyiniz insanla münasibətlərdə dəyişikliklər mümkündür. Baş verənlər əvvəlcə sizə xoş görünməsə də, çox keçmədən hər şeyin sizin xeyrinizə inkişaf etdiyini anlayacaqsınız. Buğa bürcü 23 oktyabr 2025-ci il. Qoyulan məqsədlərə çatmaq üçün müəyyən səylər göstərməli olacaqsınız. Lakin bu səylər bol mükafatla nəticələnəcək. Bəzi buğalar bugün gözlədiklərindən daha çox uğur əldə edəcəklər. Əsasən bu əmək fəaliyyətinizin nəticəsi olacaq. Mükafat, bonus və ya əvvəldən görülmüş işin ödənişi mümkündür. Karyerada yüksəliş ehtimalı da var. Xırda detallara diqqət və işə ciddi yanaşma səhvlərin qarşısını almağa kömək edəcək. Şəxsi münasibətlərdə isə hər şey dərhal istədiyiniz kimi getməyə bilər. Sevdiyiniz insanla xırda anlaşılmazlıqlar, mübahisələr mümkündür. Amma siz səbirli və mehriban olsanız, vəziyyət tezliklə düzələcək. Əkizlər bürcü 23 oktyabr 2025-ci il. Bugün işlə bağlı məsələlərdə uğurlu olacaq, amma yaxın insanlarla münasibətlərdə gərginlik yarana bilər. Qısqanclıq və ya köhnə incikliklər harmonik münasibətləri belə poza bilər. Əvvəldən fikir ayrılığına səbəb olmuş mövzuları müzakirə etməyi bir qədər təxirə salmaq daha yaxşıdır. Siz bugün bir çox işlərdə, xüsusilə yaradıcılıq və qeyri-adi yanaşma tələb edən sahələrdə uğur qazana bilərsiniz. Ağlınıza gələn ideyalar çox orijinal olacaq, başqalarının marağına səbəb olacaq. Ətrafınızdakı insanlar sizin fikirlərinizi dəstəkləyəcək, onların həyata keçirilməsində kömək təklif edəcəklər. Xərçəng bürcü 23 oktyabr 2025-ci il. Gün uğurlu başlayacaq, yeni planlar, ideyalar yaranacaq. Bəzilərinin həyata keçirilməsinə isə dərhal başlamaq mümkün olacaq. Lakin sonradan hər şey düşündüyünüz qədər asan getməyə bilər. Xüsusilə başqalarının iştirakı tələb olunan işlərdə çevik və yaradıcı olmağa çalışın. Ətrafınızdakı insanlar sizi dərhal başa düşməyə bilər. Buna görə də səbirlə izah etməyə hazır olun. Günün ikinci yarısında ailə daxilində fikir ayrılıqları mümkündür. Bəzi xərçənglər yaxınları ilə ortaq dil tapmaqda çətinlik çəkəcəklər. Lakin başqalarını anlamaq, onların maraqları ilə hesablaşmaq bacarığınız sayəsində münasibətləri tez bərpa edə biləcəksiniz. Şir bürcü 23 oktyabr 2025-ci il. Bugün işgüzar görüşlər və maliyyə məsələlərinin müzakirəsi üçün çox münasibdir. Yeni layihələrdə uğur qazanmaq şansınız yüksəkdir. Çətinliklər olsa belə başladığınız işi yarımçıq qoymayacaqsınız. Lakin bugün uzun müddətdir davam edən rutin tapşırıqlarla məşğul olan şirlər üçün diqqəti toplamaq çətin ola bilər. Bu da səhvlərə səbəb ola bilər. Ailə münasibətləri bugün sizə narahatlıq gətirməyəcək. Sevdiyiniz insanla ünsiyyət xoş və ruhlandırıcı olacaq. Münasibətiniz istənilən səviyyədə olsa da bugün birgə vaxt sizə müsbət emosiyalar bəxş edəcək. Qız bürcü 23 oktyabr 2025-ci il. Bugün həm gərgin, həm də uğurlu olacaq. Ətrafdakı insanlarla hər zaman asan anlaşmaq mümkün olmayacaq. Bəzi qızlara qarşı mənfi münasibət bəsləyənlər sizin nüfuzunuza xələl gətirməyə cəhd edə bilər. Sakitliyinizi qoruyun, dedikodulara səbəb verməyin. Bu vəziyyəti nəzarətdə saxlamağa kifayət edəcək. İş və maliyyə ilə bağlı vacib qərarlar qəbul etmək üçün bugün uyğun deyil. Çünki hələ kifayət qədər məlumatınız yoxdur. Bir qədər gözləyin. Çox tezliklə vəziyyət aydınlaşacaq. Şəxsi münasibətlərdə isə intuisiya sizə düzgün istiqamət göstərəcək. Buna görə tərəddüd etmədən addım ata bilərsiniz. Tərəzi bürcü 23 oktyabr 2025-ci il. Bugün tamamilə yeni bir işə başlamağa hazır olun. Böyük ehtimalla sizə yerindəcə öyrənmək, başqalarının təcrübəsindən faydalanmaq, çoxlu suallar verib cavabları yadda saxlamaq lazım gələcək. Bəzən bu asan olmayacaq, amma maraqlı olacaq. Bəzi tərəzilər bugün ümidverici layihələrə qoşulacaqlar. Günün ikinci yarısında maliyyə vəziyyətiniz yaxşılaşa bilər. Uğurlu razılaşmalar və ya dəyərli hədiyyələr mümkündür. Axşam dostlarla görüş əyləncələr üçün münasib vaxtdır. Romantik səfərə çıxan tərəziləri isə unudulmaz anlar gözləyir. Əqrəb bürcü 23 oktyabr 2025-ci il. Bugün xırda və əhəmiyyətsiz görünən iş məsələlərinə belə ciddi yanaşın. Bu, gələcəkdə sizi çox problemlərdən qoruyacaq. Rəhbər vəzifəsində çalışan əqrəblər üçün bugün əməkdaşlarının işini diqqətlə yoxlamaq faydalı olacaq. Çünki başqalarının səhvləri ümumi nəticəyə təsir göstərə bilər. Günün ikinci yarısında alınan xəbər, dost məsləhəti və ya qohumlarla görüş maliyyə vəziyyətinizə müsbət təsir göstərə bilər. Axşam saatlarında isə şəxsi münasibətlərdə daha çox harmoniya və müsbət enerji hiss olunacaq. Oxatan bürcü 23 oktyabr 2025-ci il. Bugün həddindən artıq etibarlılıq və sadəlövhlük sizi çətin vəziyyətə sala bilər. Yaxşı niyyətli görünən hər kəsə inanmayın. Bəzi insanlar sizə verdikləri sözləri unuda bilərlər. Əgər vacib bir işə girişirsinizsə, müttəfiqlərinizi diqqətlə seçin və yaxşı tanımadığınız şəxslərlə ciddi razılaşmalara girməyin. Şəxsi həyatda hər şey qaydasında olacaq. Yetər ki, yaxınlarınıza çox irad bildirməyəsiniz və onlara istəmədikləri məsləhətlər verməyəsiniz. Bəzən tənqid etmək
Hər çətinlikdən uzaq durmaq asan olmur. Amma bugün sakitlik və təmkin sizə çox şey qazandıracaq. Oğlaq bürcü 23 oktyabr 2025-ci il. Bugün özünüzü ən yaxşı tərəfdən göstərə biləcək bilik və bacarıqlarınızı səmərəli tətbiq edəcəksiniz. Əzmkarlıq və çalışqanlıq gələcəkdə sizə yaxşı nəticələr qazandıracaq. Şəxsi münasibətlərdə müsbət dəyişikliklər və xoş sürprizlər mümkündür. Sevdiyiniz insanın diqqəti və qayğısı sizi sevindirəcək. Ailə ilə bağlı yeni planlar da yarana bilər. Siz onların həyata keçirilməsinə böyük həvəslə başlayacaqsınız. Dolça bürcü 23 oktyabr 2025-ci il. Gün necə başlasa da tələsməməyə çalışın. Xüsusilə gün ortaya qədər qərar qəbul etməzdən əvvəl hər addımı diqqətlə düşünün. Bu sizi sonradan düzəldilməsi çətin olan səhvlərdən qoruyacaq. Həmçinin bu dövrdə az tanıdığınız insanlarla işgüzar məsələləri müzakirə etməmək daha məqsədə uyğundur. Axşama doğru müsbət tendensiyaların təsiri artacaq. Xüsusilə sevdikləri insanla münasibətdə olan dolçalar üçün bu xoş xəbərlər romantik anlar gətirəcək. Gözlənilməz maliyyə gəlirləri də mümkündür və bu çox yerinə düşəcək. Balıqlar bürcü 23 oktyabr 2025-ci il. Günün əvvəlində mübahisələrdən qaçmaq çətin olacaq. Elə bil, hər kəs sizi tənqid etmək, keçmiş səhvləri yada salmaq və ya xoşagəlməz məsləhətlər vermək istəyəcək. Bəzi balıqlar bu vəziyyətə yumorla yanaşa bilsələr də, digərləri bunu ürəkdən əsəbləşəcəklər. Günün ikinci yarısı daha uğurlu keçəcək. Bu vaxt başladığınız işlər tez nəticə verəcək və siz yeni təşəbbüslərlə uğur qazanacaqsınız. Həmçinin uzun müddətdir bəyəndiyiniz insanla görüş üçün bu saatlar çox münasibdir. Ünsiyyət xoş və yadda qalan olacaq.